Sabahınız xeyir əziz abituriyentlər. Kəsri ixtisar edin. İki usulla yazacağıq bunu. Birinci, yazarıq A minus mənfi 4A'nı parçalasaq yazsaq mənfi A minus 3 mənfi kökdə A minus 3 kökdə A plus 3. Aşağıdan yazsaq A minus kökdə A minus 2 kökdə A plus 2 bərabərdir. Buradan kökdə A-nı çıxartsaq yuxarıdan, qalacaq kökdə A çıxılsın 1. İkincidən isə 3'ü çıxartsaq, yenə qalacaq mötərizədə kökdə A çıxılsın 1. Bölünsün. Buradan yenə kökdə A-nı çıxartsaq, qalacaq kökdə A çıxıq 1. Mənfi 2'ni çıxartsaq, qalacaq kökdə A çıxılsın 1. Yuxarıdan kökdə A minus 1 gördüyümüz kimi ortaqdır. Yenə ortaq qrup mötərizə xaricini çıxardarıq. Kökdə A çıx 1 vurulsun. Kökdə A minus 3. İkinci halda gördüyümüz kimi burada da kökdə A minus 1 var ortaq. Bunu da çıxardıq. Mötərizə xaricinə qalacaq kökün altında A minus 2. Kökdə A minus 1, kökdə A minus 1. Artıq bunlar ixtisar gedər. Qalacaq kökün altında A minus 3 bölünsün, kökün altında A minus 2. İkinci hal, kök altında A'ya bir T desək, olar T'nin kvadratı minus 4T plus 3, T'nin kvadratı minus 3T plus 2. V-yətinə yanaşsaq, birinci təndə T1 üstə gəlinsin T2 bərabərdir 4'ə. T1 vurulsun T2 bərabərdir 3'ə. Onda T1 bərabər olar. Kökləri cəmi 4'dür, kökləri hasılı 3'dür. T1 bərabərdir 1, T2 bərabərdir isə 3 olar. Yuxarını vuruqlara ayırsaq, onda nə yazacaq? T minus T1, yəni T minus 1 vurulsun T minus 3. Düşsək buna baxsaq, burada isə T 1 plus T2 bərabərdir 3, T1 vurulsun T2 bərabərdir 2. O zaman bu köklərə baxsaq, biri 1 olacaq, biri 2 olacaq. Çünki hasil 2 eləməlidir, cəm 3 eləməlidir. Bu yanaşmayla T1 minus T minus 1 vurulsun T minus 2 bərabərdir. T minus 1'lər gedər. Biz əvəzləmə aparanda kökdə A'ya T demişdik. Onda kökdə A-nı qaytaran yazar yerinə kökdə A minus